Möhtəşəm ev axtaranların nəzərinə, əziz dəyərli müştərilərimiz, bugün sizə gözəl bir dənə evin təqdimatı üçün gəlmişəm sizlər üçün. Bax, gördüyünüz kimi, bax, bura həyət yansıdır. 2.5 sotda yerləşən 2 mərtəbəli villanın təqdimatını eləyəcəm sizlər üçün. Bura qəşəng ağaclı zal əkiləcək, elə təhvil veriləcək. Evimizin bu hissəsindən də arxa küçəyə də çıxışımız var, qoyulub. Darvazamız jalüzdür. Gördüğünüz kimi hani ev belədir. Çox gözəl bir dənə evdir. Evimiz zaborda deyil, gördüğünüz kimi arkasına da keçmək olur. Hər tərəfinə dönmək olur gördüğünüz kimi. Ehtiyat su çənimiz qoyulub. Qaz sayğacı, işıq sayğacı, su sayğacı hamısı öz yerində, öz qaydasında. İndi isə gəlin evin içi ilə sizi tanış eləyək. Bir dənə də evin vizual görünüşünü göstərim buradan da. Baxın, gözəlliyini göstərim sizə. Gördüyünüz kimi belə bir gözəl, möhtəşəm bir dənə evdir. İndi isə gəlin evin içi ilə sizi tanış eləyək. Evimiz tam qurtaracaq, yəni az bir müddət qalıb, 4-5 günə hazırdır. İnşallah ki, səliqəyə salınıb veriləcək. Gördüyünüz kimi, bax, deməli, kalidor sistemli evdir, yerimiz istipoldur. Burada bir mətbəximiz yerləşir, geniş bir mətbəxdir. Burada istipoldur. Burada sanitar qovşağımız yerləşir, aksesuarlar da öz yerində. Burada isə kombimizə kimi hər şey hazırdır, alınıb qoyulub. İstipolun kollektor da burada yığılıb. Və burada əlavə olaraq bizim geniş bir dənə qonaq otağımızdır. Yəni gördüyünüz bu dağıntı hamısı 2-3 günə təmiz hazırlanıb veriləcək sizə, tərtəmiz. Asma tavandır patoloqumuzda, gördüyünüz kimi. İndi isə gəlin qalxaq ikinci mərtəbəni sizə təqdim edirik. Evimizin ünvanını və qiyməti sonda sizə deyəcəm. İnşallah. İkinci mərtəbəmiz də istipoldur. Gördüyünüz kimi burada da kollektoru hazır vəziyyətdədir. Deməli, burada bir yataq otağımızdır. Burada da bir yataq otağıdır. Burada isə balkona çıxış qoyulub, məhəccərdəki hazırlanıb qoyulacaq yerinə. İnşallah ətraf yaşayışlıdır. Burada da bir otaq və əlavə olaraq burada da bir dənə sanitar qovşağımız yerləşir. Aksesuarlar da öz yerində. Əziz dəyərli müştərilərimiz, bu gözəl evimiz yerləşir. Binə qəsəbəsi Bolluq ərazisində yerləşir. Aeroport yoluna 150 metr, 200 metr məsafədə yaxındır aeroport. Birbaşa aeroport yolundan da girmək olur bu evə gəlmək olur. Evimizin ilkin satış qiyməti 147.000 manata deyilir. Real müştərilərə endirimdə olunacaq. Allah alanı satana da xeyir versin. Sağ olun, var olun.